Uşaqlar, hamınıza xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan iş dəftərindən səhifə 9, 10 və 11-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmaq və like atmayı unutmayın. Gəlin başlayaq. 3 tapşırığında deyir ki, verilmiş məlumatlar əsasında elan tərtib et. Dövlət bayrağı günü münasibətilə konsert, Musiqi Dərnəyinin rəhbəri 8 noyabr saat 14:00-da İbtidai sinif şagirdləri məktəbi akt zalı. Elan. Deməli, yaza bilərsiniz. 8 noyabr belə bəzəklə, nəsə şəkil yox, ancaq nəsə bəzəkli yazılarla, rəngli və s. elə çəkə bilərsiniz ki, cəlb eləsin. Yəni, belə düşünün ki, məsələn, əgər siz bir dənə bu elandır, siz də onun qabağından keçirsiniz. Yəni, onu oxuyardınız ya oxumazdınız, maraqlı gələrdi ya yox, ona görə eləyin. Aha, yaza bilərsiniz ki, 8 noyabr saat 14:00-da məktəbin akt zalında Dövlət bayrağı günü münasibətilə konsert olacaq. Konsertə ibtidai sinif şagirdləri dəvət olunur. Təşkilatçı Musiqi Dərnəyinin rəhbəri. Belə yaza bilərsiniz. Keçək səhifə 10-a. Dəqiqə. Ah. Aha, 4 tapşırığında deyir ki, mötərizədə verilmiş sözlərə uyğun şəkilçilər əlavə etməklə nöqtələrin yerinə yaz. Bir xalqımız və güclü olduğu üçün qalib gəldi. Xalqımız haqlı, belə yazırsınız, haqlı. Haqlı və güclü olduğu üçün qalib gəldi. Hamı bu sirdən xəbərdar oldu. 1 yazırsınız. 3. Məsələnin həlli 2 bir də çox vaxt apardı. 4. Aydın gözəl xətti var. Yəni 2 dənə. 5. Riyaziyyat fənni üzrə olimpiyada keçirildi. 2. B. Hər sırada sözlərdən biri yanlış yazılıb. Həmin sözü dairəyə al və uyğun sətrin qarşısında düzgün yaz. 1. Neft, rəsm, məşq, zəng. Hansı səhv yazılıb? Rəsm, səhv yazılıb. Belə yox. Aha. Rəsm, səhv yazılıb. Nə yazmalıydılar? Rəsim, səhvdir, rəsm. Yoxdur orada. R, ə, s, m. Bu qədər. 2. Hökm, rəng, üz, nəbz. Hökm. Yanlış yazılıb. Yazılmalıydı. H-ö-k-m. 3. Sədr, zülm, dövr, qəsr. Dövr yox, dövr. D-ö-v-r. Yoxdur. 4. Səbir, rəhim, film, ömür. Burada 2 dənədir. Səbirdir, səbr olmalıdır. İkincisi də filmdir. Film deyil, film. Aha, film. Fil yazırsınız qabağında. S-ə-b-r. Vergül, p-i-l-m. Keçid tapşırıq neçəcəyə? Verilmiş sözlərin iştirakı ilə cümlə qurub yaz. Mətn o deməkdir ki, nə deməkdir? Nəsə yazılı bir nəsə nağıl kimi bir şey, mənasını indi izahlı diqqətdən baxa bilərsiniz. Müəllimin məsələn yaza bilərik mətndə. Müəllimin verdiyi mətn çox maraqlı idi. Mətin o deməkdir güclü, qüvvətli, yenilməz, ya sözündən dönməyən. Belə yaza bilərik. Mətin ordumuz düşmənə qalib gəldi. Əsr. Biz 21-ci əsrdə yaşayırıq. Əsir isə igid oğullarımız düşməni əsir götürdü. Mən bacımdan üzr istədim. Üzr istədim.
Raulun hərəkətləri anasını üzürdü. Keçək səhifə 11-ə. Üçüncü fəslimizin adı ünsiyyətdir. Bir ətrafında deyir ki, İpək qurdu və hörümçək haqqında bildiyini məlumatlar əsasında cədvəl tamamla. Gəlin, İpək qurdu və hörümçək mətnini oxuyaq. İpək qurdu və hörümçək. Zəhmətkeş İpək qurdu tut yarpağının üstündə özünə məskə salmışdı. O həvəslə barama sarıyırdı. Hörümçək isə ona tamaşa edirdi. O artıq bir küncdə torunu qurmuşdu. Hörümçək İpək qurduna baxıb güldü. Qonşu, çox yavaş istəyirsən. Mən isə işimi çoxdan bitirmişəm. Gör nə qəşəng tor örmüşəm. İpək qurdu dedi. Doğrudur, sən cəld eləyirsən. Hördüyün tor da çox qəşəngdir. Amma ondan heç kəsə fayda yoxdur. Sənin torunu süpürüb atacaqlar. Mənim baramamdan isə ipək parça toxuyub paltar tikəcəklər. Keçək iş dəftərimizə. Həşəratlar. Birincidə yazırsınız həşəratlar yerinə İpək qurdu, ikinciyə yazırsınız hörümçək. Xüsusiyyətləri nə idi? Necə idi İpək qurdu? İpək qurdu zəhmətkeş idi, çalışqan idi, faydalı idi, məsuliyyətli idi. Hörümçək nə idi? Hörümçək tənbəl idi, lovğa idi, məsuliyyətsiz idi. Keçək B-yə. B. Plana əsasən dinlədiyin İpək qurdu və hörümçək təmsilinin məzmununu yaz. Plan. 1. İpək qurdunun barama sarması. 2. Hörümçəyin lovğalanması. 3. İpək qurdunun hörümçəyə cavabı. Yaza bilərsiniz. İpək qurdu tut ağacına həvəslə barama sarıyırdı. Bunu görən hörümçək lovğalanaraq dedi. Qonşu, çox yavaş deyirsən ha. Mən torumu çoxdan qurtarmışam. Sən çox yavaşsan. Bunu eşidən İpək qurdu dedi. Sənin torun çox gözəldir, amma heç bir faydası yoxdur. Onu süpürüb atacaqlar. Mənim baramamdan isə ipək paltarlar, necə idi orada? Gəlin baxaq. İpəklə baxaq birdən ipək parça. İpək parça toxuyub paltar tikəcəklər. Belə yaza bilərsiniz. Belə dostlar, bu gün sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.